Choose the correct sentences in the passive voice. Məchul növdə olan düzgün cümlələri seçin. After the earthquake, the brave firefighters were rescued by many people. Zəlzələdən sonra cəsur demək qeyd olunur ki, yanğın söndürənlər çoxlu insanlar xilas edildi. Biz burada qeyd etməliydik ki, çoxlu insanlar cəsur, yəni güclü yanğın söndürənlər tərəfindən xilas edildi. Yəni tamamlıqla mübtəda yer dəyişkəni olmadığına görə cümlənin tərcüməsi uyğun deyil deyə biz düzgün məchul növ kimi götürə bilmirik. 2-də a space station will be built by engineers to help astronauts. Yəni fəza stansiyası astronavtlar tərəfindən onlara kömək olunsun deyə mühəndislər tərəfindən tikiləcək. İkinci doğrudur, həm tərcüməm qrammatik cəhətdən. 3-də the man was made to sign the contract without reading it. Oxumadan müqaviləni imzalamağa məcbur edildi. Was made məchul növümüzdür və məchul növdə olan made ifadəsindən sonra biz to-lu məstəri yazmalıyıq qaydaya əsasən və o da düzgün yazıldığı üçün qrammatik və tərcümə baxımından 3-ü də doğru götürürük. 4-də isə all of these accidents were happened last year. Burada were happened məchulda yazılsa da biz bilməliyik ki, happen feili təsirsiz feildir və məchul növdə ümumiyyətlə istifadə oluna bilmir. Ona görə də were happened çaşdırıcı olaraq qeyd olunmuşdur. Baş verildi deyə tərcümə edə bilmərik. Demək ki, 4-cü cümlədə yanlışdır. Ümumi 2-3 C variantı doğru cavabımızdır.